Hacı Vaqif Alkərəmoğlu 1959-cu ildə Füzulidə anadan olmuşam. Alxan kəndində yaşamışam. Müəyyən qədər yaşadıqdan sonra, müəyyən yaşadıqdan sonra torpaqlarımız işğal oldu. İşğaldan olmamışdan qabaq ətrafda olan insanlarla daha təmasda olurdum. Ordu ilə təmasda olmuşam uzun müddət. Və nəticədə durduğumuz yer 1993-cü ilin avqust ayının 20-sində bura işğala məruz qaldı. Zaman keçdi, müəyyən qədər kənarda yaşadıq. Ordumuzun, Ulu Öndərin birinci Qarabağ müharibəsi zamanı uğurlu əməliyyatından sonra torpaqlar qismən olsa da işğaldan azad oldu. O cümlədən bizim də kəndimizin çox hissəsi işğaldan azad oldu. Əvvəl müharibə olmamışdan qabaq mən Mahmudlu kəndinə gedirdim. Orada baxırdım ki, bu şəkər çoğunları əkiblər. Qəlbimdən keçirdim ki, mən də əkəcəm bu çoğunludan. Yavaş-yavaş təsərrüfat işlərinə məşğul olmağa başladım. Elə oldu ki, müəyyən qədər vaxt keçdikdən sonra şəkər çoğunluğu istehsalı üçün əkinə meydan verildi. Ulu Öndərin dövründə İmişli rayonunda şəkər zavodu fəaliyyət göstərməyə başladı və mən şəkər çoğunluğu əkməyə başladım. Bu, adətən 2008-ci, 2009-cu illərdə təsadüf edir. Artıq bu da neçə illərdir şəkər çoğunluğunun əkinlə bağlı prosesləri həyata keçirirəm. Ben dedim ki, bu sayədə peşəkar əkinçiyəm. Peşəkar əkinçiyəm və şəkər çoğunluğu olma digər məhsulların da istehsalı üçün iki formada artım tempi var. Bir var intensiv artım, bir də ekstensiv artım. Yəni, hektarın çox olmağına biz qaçmırıq. Əsas intensiv amillərdən istifadə edək, məhsulların artırılmasına daha yaxşı belə nəticə əldə edək. Çox illərdir, yəni bu sahədə danılmaz zəhmətimiz öz bəhrəsini verib. Əvvəl əllə yığılırdı, başqa işlər əllə görürdü, amma bugün çox şaddır ki, gözəl texnika var. Allah cənab prezidentə ömür versin, can sağlığı versin. Yəni bu texnikalar Azərbaycana gətirilməsində mühüm rol oynayıbdır və bu biz əkinçilər üçün ən yaxşı bir hədiyyədir. Və mən illərcə getdikcə bu sahədə öz təcrübəmi artırdım. Təcrübəmi artırmamla bağlı, yüksək məhsullara nail olmamla bağlı özümün töhfəmi verirdim. Belə deyim ki, hər hektardan 107 ton, 108 ton bir zaman vardı ki, bir məhsul əldə edirdim. 90 ton, 70 ton və bu peşəkar əkinçiliyim bu şeylərə ona görə rəvac verir ki, mənim çoğunluğu haqqında daha çox təsəvvürüm var. Nəzəriyyədən çox praktika daha çox əhəmiyyətlidir ümumiyyətcə əkinçilikdə. Bu il də şəkər çoğunluğu əkmişəm, kifayət qədər məhsul əldə etmişik. Allah bütün bu sahədə zəhmət olan insanların canını sağ eləsin ki, bizim üçün bu şərait yaradılıb. Hal-hazırda da siz öz görürsünüz ki, şəkər çoğunluğu çıxması davam edir, yüksək məhsuldarlıq var və gələcəkdə bu məhsulların, bu əkinçinin davam etməsi üçün hər bir kəs əkinçilər və o cümlədən özüm də nə edəcəm haqqında düşünürəm. Çıxışımın sonunda ən asıl bir şey demək istəyirəm ki, durduğumuz yer illərcə zaman düşmən tapdağı altında qalıb. Bu torpağın alınmasında şəhid olanlar var. Allah onlara rəhmət eləsin. Yaralılarımız var, qazilərimiz var, Allah onlara can sağlığı versin. Və bütün bunların fonunda cənab prezidentə, ictimai-siyasi fəaliyyətində və şəxsi həyatında uğurlar arzu edirəm. Allah ölənlərin hamısına rəhmət eləsin. Gözəl bəy Azərbaycan prezidenti dəfələrlə şəkər çoğunluğu əkilişində verdiyim məhsullara görə məni həmişə çağırtdırdı, apardı. Bakıda gözəl ofisi deyilən oraya. Həm söhbət olurduq. Artıq zaman illər keçdikcə hər şey dəyişilir. Yaşayan yaşayır, həyatının sona vuran isə həyatdan gedir. Bütün ölənlərə rəhmət edirəm. Biz əkinçilər çalışırıq ki, yüksək məhsul əldə etmək üçün bütün kimlərin istifadə edək, yəni yaxşı nəticələr əldə edək, dövlətimizin iqtisadiyyatını gücləndirək. Ulu Öndərin bir şey var, deyək, güclü iqtisadiyyat, güclü dövlət deməkdir. Biz əkinçilərin üzərinə yalnız bu iş düşür.